Usta geldi, bu alüminyum olan bu aralıklar ki var, onları koştu, quraşdırdı daha doğrusu. Polkalar var idi bizdə. Bunları da yoldaşım bazardan getdi, aldı, gətirdi və belə bir polka yaratdı mənə. Dedi ki, bəs bunları yığmaq üçün yaxşı bir fikirdir. İndi deyirəm, buraları bir dənə qəşəng yığışdırın. Buradan bir dənə şey götürmək üçün belə 100 dənə şey dağılır. Ona görə düşündüm, bu korobkaların içinə qəşəng yığaram. Yaxşı ki, sonra öz-özümə dedim ki, bu korobkaları atmamışam. Çantamın korobkalarıdır, ayakkabı korobkalarıdır. Bunları dedim yığarım. Əslində istəyərdim bir konteyner olsun. Qəşəng hamısı eyni ölçüdə konteynerlər olsun. O da məndə yoxdur və fikirləşdim ki, hələ onu almağın da bir mənası yoxdur. Çünki onsuz da bura təmir yoxdur, bir şey yoxdur. Yəni nə görsənəcək ki o burada. Düşündüm ki, onu lap axıra saxlayaram. Bu mənim əl işimdir. Belə fikirləşirəm, bunu asamağa yeri də olmalıydı. Nəsə yoxdur, görmürəm. Belə bir bezək kimi bir şey asaram. Qəşəng durar. Belə. Düşünürdüm ki yavaş-yavaş artıq səliqəyə düşür, amma elə bir ki daha da çox dağıldı. Amma neysə də indi gedirəm, başlayıram oraları silməyə və yerləşdirdiyim şeyləri yığacam ora. Növbəti gündən hər kəsə salam. Deməli, dünən biraz belə yer yığış elədim. İndi hardasa belə təmiz oldu da. İndi istəyirəm davam eləyim. Bəzi zibillər var ki, atlasıdır. Məsələn, bunlar zibildilər. Bunlar rənglənməlidir. Köhnə ramkalardır. İstəyirəm ağardım. Bunlar atılmalıdır. Bir də tamamen unutdum. Axşam yoldaşıma göstərməliydim işdən gələndən sonra ki, bunlardan nə qalsın, nəyə ataq. Daha doğrusu bunlar qalmalıdır. Yəni bu ağ şeylərdən deyirəm, hansılar qalmalıdır. Bir də burada dəmir var, televizor üçündür. Bilmirəm, o qalsın, qalmasın. Demiştim yoldaşımdan soruşacağım. Day yadımdan çıxdı qaldı. Bir də bunlar da kuxnaya getməlidir. İndi keçim buraları da səliqəyə salım.
isə keçirəm aynaları silməyə. İstədim çöl tərəfi də silim, amma ki neçə gündür yağış deyiblər, hətta 2 dəfə yağıb ucu. Ona görə çöl aynaları saxlayıram, buranı siləcəm. Bu ayna ilə digər aynaları isə yağış bitdikdən sonra siləcəm. Bunu qəşəng yudum, gətirdim və dedim son etap buranı da qəşəng bunu ilə silin və bunu atım. Mən hər zaman balkona ümumiyyətlə belə sarı desmallar istifadə edirəm. Bir dəfə silirəm, qəşəng tozunu sonra atıram. Buranı silib bunu atacağam və keçəcəm aynaları qəşəng silməyə. Fikir verərsiniz bu aynada. Bu aynada daha çox, belə deyim ki, şüşənin altında, yəni şüşənin iç tərəfində ləkələr var. Bunlarda yoxdur, bunlarda. Amma bunda var. Dəhşət çoxdur həm də. Ola bilsin ki, yayda açdırarıq şüşənin arasını, rezinkasını dəyişdirərik bəlkə də. Bir tane də təmizlik çox gözəl bir şeydir. Təmizliklə bir yerdə də insanın ruhu da təmizlənir sanki. Bilmirəm sizlərdə vəziyyət nətərdir. Baxın belə təmizlik əldə etdim. Amma bu ayna xoşuma gəlmədi. Bunun içi hava ilə doludur. Nəsə belə yumru şeylər var. Amma etapda belə çox qəşəngdir. Görkəmi heç ürək açan deyil. Çox pis vəziyyətdədir. Çünki heç silməmişəm buranı evə köçəndən. Gözlədim ki, usta gəlsin bunları taxsın. Baxın belə bir ağ rəngdə qəşəng görsənir. İndi yağışlı havalar bitsin. Ondan sonra artıq bu aynaları da qəşəng siləcəm. Ümumiyyətlə ayna siləndə istəyirsən ki, hər yeri siləsən, evdə bütün nə ayna var, hamısını mən ümumiyyətlə elə eləyirəm. Bir dəfə bu işi görürəmsə, təbii ki, bir dəfə də hər yeri silir. Aynanın vəziyyətinə baxın. Dəhşət. Etapda amma belə oldu vəziyyət. Daşım dedi ki, bəs hələ ki belə olsun, sonra gələcəkdə remontdan sonra, yəni evi təmirdən sonra lap axırda həm bura təmir olunar, qəşəng ağarar, həm də bura şkaf yığılar qəşəng. Daha səliqəli görsənər onda. Hər şey içində qalar. Bunları bir də kuxnaya elətdirəcəyik. Bir də tamamilə unutdum. Bu işıq ki var. Baxın bu işığın içində silməli idimi, yadımdan çıxdı. Sonra gələn dəfə bu aynayı siləndə mütləq bunun içində silərəm. Biraz daha çox işıqlı olar. İndi isə gətirim. Paltar qoymuşdum, yuyub da onları gətirim, asım. Bunu soruşsanız Eyvanazdan sifariş etmişdik. Paltarları da buradan asdım, qəşəng göydə quruyur. Əslində bu çox yaxşı bir şeydir ki, bəz yerdən qoymursan da, yəni suşulkanı, elə bir başı yuxarı qaldırırsan, göydə rahat quruyur. Həm də qəşəng quruyur, yəni deyim, nəm qalmır. Bizdəki altı gözlüdür. Bu da yaxşıdır ki, yəni çox paltar olanda asmağa da yer olur. Belə qəşəngdir, Eyvanazdan sifariş etmişik. Əgər istəsəniz siz də baxa bilərsiniz, həqiqətən də çox yaxşı bir şeydir. Corabları isə buradan asdım. Bunu mən Trendyoldan sifariş etmişəm. Baxın belə keçir atopleniyaya, yəni radiatora keçir və belə durur. Üstündə istəsəniz corab da quruda bilərsiniz, xırda geyimlər falan da quruda bilərsiniz. Körpəniz varsa körpənizin geyimlərini də quruda bilərsiniz. Çox yaxşı pratik bir şeydir. Bundan Temuda da var, satışda var, hal-hazırda yoxdurmu bilmirəm. Yəni keçib mənim istəsəniz Instagram səhifəmə baxın, sizə buradan şəklini paylaşıram. Əgər istəsəniz keçib orada baxa bilərsiniz. Yuxarı hissədə Trendyol işarəsi var. Ona toxunun. Linklər gələcəkdir. Bütün sifarişlərimin linkləri gələcək. Bəyəndiyim məhsulların yəni linkləridir. Mən ümumiyyətlə bəyənmədiyim bir şeyi heç vaxt paylaşmıram, linkini bölüşmürəm heç kimdən. Yəni mən onun xeyrini görməmişəmsə, onu istəmərəm ki, mənim izləyicilərim də xeyrini görməsinlər. Ona görə yalnız bəyəndiyim şeylərin linkini orada paylaşıram. Trendyol, AliExpress, Temu, bunların hamısının linki, yəni sifarişlərimin hamısının linki orada var. Keçib oradan baxa bilərsiniz. Limitlidir, evet. Limitlidir ya. Limitsiz. İndi isə gəlin o metdən nə almışam, onu göstərim sizə. Bir dənə böyük bir şey götürdük, mebeldir. O da inşallah gələcəkdir. Gəlincə sizə göstərərəm. Endirimə düşmüşdü bu arada. Yəni yəqin ki bilirsiniz 3 günlük endirim eləmişdilər yeni açılışa görə. Biz də getdik, yararlandıq. Deməli oradan bunu aldım, bu pastanı. Qəşəng olur bunlar. Hər bir yeri təmizləmək olar bundan. Fikir verirsiniz? Hər şey aparır. Yağ təmizləyicidir, pas, kirəc falan hər şey aparır da bu. Ona görə bunu aldım. Endirimə düşmüşdü. 2 manat neçə qəpik idi. Sonra oradan çox şeyə ehtiyacım yox idi deyə, sadəcə nəyə ehtiyacım var idisə onu aldım. 2 ədəd, daha doğrusu bir paçkada 4 dənə olur. 4 dənə belə balacasını, bir də 4 dənə belə irisini götürdük. Və son olaraq da bunu gördüm və almaya bilməzdim də, yəni. Belə klitkadır dəmirdən. İçində belə ətri var, bir də şam. Düzü burada biraz axması var idi. Bu bir dənə qalmışdı ağ rəngdə. Bundan başqaları da var idi, qara rəngdə, belə tünd rənglərdə, amma
Mən ağ istəyirdim götürmək. Burada bir dənə defekti var balaca, da problem deyil. Lak çəkərəm ağ rəngdə. Belə amma çox xoşuma gəldi. Gəlin bir nətər açılıb. Baxmamışdım açılma qaydasına. Hə, açdım. Baxın. Belə bir şeydir. Bunun içinə də şam qoya bilərəm. Böyük bir şam. Yandıra bilərəm. Qoxusu gəlir. Çox keçək qoxusu var. Bu da Umiddən təzə aldığımız mebeldir. Burada sizin üçün çəkiliş edəcəydim ki, bəs qadın xaylağı mebel yığa bilərmi? Yəni böyük mebel. Balaca mebellər yığmışdım, amma böyük yox. Çanda bəs baxdım ki, bu bizim mebel deyil də. Biz ağ rəng istəmişdik, amma boz rəngini göndəriblər. Yoldaşıma zəng elədim, o da zəng elədi. Dedilər ki, bəs üzrlü sayın, səhv göndərmişik və bizə yığılmış vəziyyətini göndərdilər. Bizim yeni şkafımız belə yığılı halda gətirdilər. Çox qəşəngdir, amma deyim sizə. Mən bunu ağ rəngdə sifariş etmişdim, amma səhvən boz rəngini göndərmişdilər. Ona görə zəng elədik, dəyişdirdik. Bu dəfə yığılı vəziyyətdə gətirdilər. Əslində fikirləşmişdim ki, özüm yığaram, amma da yığılı vəziyyətdə gəldi. İndi qəşəng silərəm bunun və içini dolduraram. Burada hətta fikir verərsiniz. Nə gözəldir bunun kənarı belə taxta effektlidir. Özü belə qəşəngdir də, qəşəng rəngdədir. Belə. Bunu biz 130 manat almışdıq Umiddən, amma öz qiyməti deyəsən 200 manat olmalıdır. Hal-hazırda bilmirəm qiyməti nədir. Bu sadəcə bitmişdi artıq, qurtarıbdı. Yəni indən sonra bilmirəm, olar, satışda olmaz. Boz rəngi var, amma ki bu rəngi ucu bitdi. Bizim əslində ehtiyacımız var idi şkafa, çünki bizim şkaflarımız çox azdır. Ona görə düşündüm ki, yaxşıdır ki, əlavə yerdir. Yəni yığmağa nələrsə. Belə. Temadan sifarişim gəlmişdi, onu götürdüm və gəldim dekolivə. Qəşəngdilər. 7.90-adır baxın, qiyməti belə qnomiklərdir. 7.90-a, çox qəşəngdir. Sonra belə var. Bunlar 19.90-a belə qarışıqdır, çoxdur bunun içində. Kofe üçün. 19.90-a. Baxın, hədiyyəlik qəşəngdir. Bu etajilkadır çox ki, manki ortasında deşiyi var. Bu ramkalara baxın, nə qəşəngdir. Ramkalar. Beləsi də var. Dovşan, mişka, belə. Aha, buna bakın. İçinde yolka var. Çok geçeydi. Şeyler de var. Bula büyük ölçüde. Geçen şeyler çoktu burada. Kıymeti 19.96. Ne şeyde kaptan aşağı asmalı. Çok qəşəngdir. Olur. Buyurun. Qiymətlər də münasibdir. 2 manat 50 qəpiyə. Filəsi var 2.90-a. Filəsi də var ucuz 7.90-a. Qızılı rəng sevənlər üçün. Qəşəngdir. Beləsi də var. Böyük də 19.90-adır. Görün nə gözəldir. 19.90-adır bu da. Düşdü buradan. Belə tarelkalar. Bu da çox qəşəngdir. Bura Bakıxanovdakı deməli dekolivdir. Bakıxanovdakı. Adam çoxdur deyə yavaş danışıram. Qnomiklər burada da var. Baxın nə qəşəngdir. Oy 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 oy. Bu da qəşəngdir. Baxın. 6 manat. Yeni il süfrəsinə də gedər. Baxın 19.90-a. Həqiqin ölçüləri var. 7.90-a. Baxın nə qəşəngdir. 7.90-a yolkalar. Domiklər də var. 8.90. Gəldim Rozmana. Rozmanda belə krem var. Bu Trendyolda da var. Mən elə Trendyoldan almaq istəyirdim. Biyazermanın kremlərindən istifadə edirəm. Çox qəşəng olur. Burada indirimdədir. 37 manat 20 qəpiyə indirimə düşübdür. Kim istəyirsə gəlib baxa bilər. Bir balaca ölçüsü də var. Qiyməti 18.2-yə düşübdür. Baxın, bundan məndə var. Mitilər suyudur Biyazermanın. Bu da çox qəşəng olur. 9.98-i mən Trendyoldan, bunu mən Türkiyədən almışdım. Bunu mən ilk dəfə Instagramda Leyla var. Bay Leolin. Onu da görmüşdüm. Kremko. Burada 23 manat 92 qəpikdir. Baxın, əgər sərf edirsə ala bilərsiniz yəni buradan. Adətən hamı Trendyoldan sifariş edir. Beləcəsi də var. İndirimdədir. 8 manat yerdə 7.99-dur. Pink. Universaldır da deyəsən. Bəli. Bu yanındakı da bu ümumi deyəsən universal təmizləyici kremidir. Bu da 16.99 da 17 manat deyək. Gedirəm Yuskam.
Dedim görüm orada ne var. Yusk en güzeli. En beğendiğim gazı. En geçengi de burada. Ramkalar indirmə düşüb. Baxın böyük ölçü. 15 manata düşübdü. Nə geçenk. 15 manat, 15 manat. 25, 30, 10 manat. 10 manata belə qaradır. 10 manata beləsi də var. Taxta effektiv geçenkdə. 10 manat. 6 manata düşübdü. Bunu çox bəyənirəm. Hər şey olmasa da çox şey indirim var. Buna baxın, defekt maldır. Defekt mal adətən outletdə olur. Buradadır. 20 manata, 70 manata. Yəni bunu düzəltmək olur da, yəni ev şəraitində düzəldib istifadə etmək olar. Kazrindir də, qəşəng kazrindir. Pərdələr. Mən də pərdə istəyirəm almaq. Mənim o rəngi. Telefonda boz kimi görsənir, amma bej rəngdir. Qəşəng bej rəngdir də. Beləsi də var. Bu da telefonda açıq rəng kimi düşür, amma tündür. 40 manat. Bir ədəd 135-i 245-ə. Bizdə ev 280'dir da, belə deyim. 280'dir, balacadır bu. Yəni alarkən ölçülərinə fikir verin. 245, yəni qısadır bunlar. Görsət də şəkildə var, aynaya qədər belə biraz uzundur da, yəni çox deyil. Baxın bu böyükdür. Görürsüz 140'ın 300'ə 3 metrə də, yəni hündürlüyü. Çaşkalar da çox qəşəng, fikir verirsiniz. Bu tərikalar da olmalıydı oradasa. Pət-pətlər. Gedə bilərsiniz, problem deyil. Ekonomiklər indirimdədir. 20 manata belə hündürdür. Hündürü. Bu da 25. Bir dəqiqə qiymətlər 14-25 göstərir. Gəlib canlı baxasınız. Mini ekonomiklər. Məndə biri var, böyük. Yoldaşım almışdı. 40 manata fikir verirsiniz. İşıqlı yolkadır. Özünün işığı yanımın harda baxmaq olar? İşığının yanmağına. Venok. Bunu alıb özünüz də düzəldə bilərsiniz evdə. Fikir verirsiniz. İşıqları da var üstündə hətta. Qiyməti 25 manata indirimə düşübdür. Boya Angel'da qəşəkdir. Ne gözəldir, sivil. Mən qoymağa yerim yoxdur, ona görə almıram elə şeylər hələ ki. Uşaqlarım çox hiperaktiv uşaqlar olduqlarına görə mən bu il gec bəzəməli oluram evimi yeni ilə görə. Olsa dağıdacaqlar bilirəm, ona görə. Bu nə qəşəkdir. Yorğandım. Ona görə çox şey yığmayacağım da evə, çox şey almaq istəmirəm. Bilirəm ki, onsuz da yığdığımdan dağılası olacaq. Ona görə bu il belə başını buraxıram hələ ki. Gələnlə ya qismət baxaram, alaram. Amma buradan bir-iki şey istəyirəm götürüm. Bu 8 manata düşüb. Baxın, çox qəşəkdir. İstədiyim bir şey endirmə düşmüşdü, onu aldım. Gidə evdə göstərərəm nə almışam. Yenə gəldim, nə alsam ucuz alam. Qəşəng mağazadır bura, qiymətlər də münasibdir. Sadəcə dəhşət adam çoxdur, ona görə belə səssiz danışıram. Çox qəşəng şeylər var. Mən istədiyim, baxın bunlardır. Görürsünüz bunu. 2 manat 20 qəpik bəkələyində aldım bundan. Böyüyü də var 3.50'ye. Belə bir şeydir. Mənə kəs lazım idi, onu balaca üstünü götürərəm. Bu Temmuz sifarişi. Bunu axırda açacağıq. Nə alsam ucuz aldım. Belə bir bıçaq götürdüm. Qızılı rəngdədir. Yəqin ki yaxşı işləyər də. Belə 1 manat 50 qəpik idi deyəsən qiyməti. Gündəlikdə istifadəyə düşünürəm yaşda. Da rəngi də qızılı rəngdir deyənə. Dedim qoy bir dənə götürüm. Belə bir mikrofiber dəsmallar. Bu arada bunlar o qədər qəşəng keyfiyyətlidir ki, yəni heç xarab olmur da. Ona görə tövsiyə edirəm almağınızı. 2 manat 50 qəpiyə 5 ədədini. Çox qəşəngdir. Və oradan 2 ədəd dediyim kimi bu daraq formada gül qabları aldım. Sadəcə ikisini aldım. Əslində 4 dənə almalıydım. Sadəcə dedim görüm bunun ölçüsü yaxşıdırmı? Əgər yaxşıdırsa, bundan deyəsən balaca da olmalıydı. Yox, balaca yox. Bundan yekəsi var idi bir də. Dedim bunları yoxlayım. Əgər bu ölçü yaxşıdırsa, yenə 2 dənə əlavə alarım. Yox, əgər balaca olsa, o zaman bundan biraz böyüyü var. Böyükdən alarım. Yuskdan mən çoxdandır ki, endirimə düşməyini istədiyim bir şey var idi. Baxın bu. Görün nə gözəl ramkadır. Xınama qoyacağım, yəni divar tərəfdən ki, belə
Ay, gözümə xoş gəlsin. Həm risimkasını dəyişməyə ehtiyac yoxdur. Mən bunu çoxdan sifariş etmişəm. Hardasa olar da 1-2 həftə. Amma gec gəldi. Bilmirəm. Kitaydan gec buraxdılar. Neyse, gəlin baxaq nə almışam. Diş çöpü qabıdır. Belə görüm, aça bilirəm. Düşəbəkdir. Çıxmır ki bu. Görüm. Hə, açıldı. Baxın. Çöpləri bunun içine tökürsən və buradan da belə çıxır. Artikulların hər birini paylaşıram. Kim istəsə sifariş eləyə bilər. Qiyməti də münasib idi. Hardasa 2 manat neçə qəpik idi, yoxsa 1 manat neçə idi. Orada siz baxarsınız. Baxın, belə rəngləri var. Gözə yayırsınız və rastuşovka eləyirsiniz də, elə bir ki. Belə rəngi var. Buna baxın. Qəşəng rəngləri var. Gəlin birlikdə swatch eləyək. Oo, güzel. Ne bakın. Highlighter kimi de istifadə etmək olar. Vay, ne güzel rengi var bunun. Hər biri çox qəşəngdir. Fikir verirsiniz. Gözəldir. Gündəliyə də gedir. Məsələn, ziyafətə də eləmək olar. Çox qəşəngdir. Din hissələri belə maraqlı bir şeydir da. Fikir verirsiniz. Tam bağlı deyil. Belə açıq qalır. Kənarları da belədir. Materialı qəşəngdir. Pis deyil. Demir, lap keyfiyyətli bir şey deyil. Mən bunu 6 manat aldım. 6 manata endirimə düşmüşdü. Gündəlik evdə geyinməyə belə bir koftədir. 6 ədəd düyməsi var belə. Gündəlikdə geyinməyə düşünürəm qışda. Qəşəngdir. Həm də ümumiyyətlə nəinki evdə, belə çöldə də geyinmək olar. Şəkillərini burada paylaşaram, baxarsınız. Biraz da çox qəşəngdir amma. Materialı belə xarab olmayan materialdır. Polyester. Bilmirəm Azərbaycan dilində nə gedir onun adı. Yəni o materialdır. Yəni xarab olmayan materialdır. Siz bildiniz belə. Ağ rəngi. Yəni günlükdə tələb olunan rənglər.